Rusiyanın Xanti-Mansiski Muxtar dairəsinin Surgut şəhərində sərnişinlər Tacikistan, Özbəkistan və Azərbaycana ümumilikdə yarım milyona yaxın bəyan edilməmiş rubl aparmağa cəhd ediblər. RTV Lentaza isnadən xəbər verir ki, qanuna görə sərnişinlər 10.000 dollardan çox olmayan pul götürə bilər. Həddi aşan hər şey müsadirə edilir. Hər 6 halda qanun pozucuları müstəqil olaraq beynəlxalq uçuşların yola salınma zonasının yaşıl dəhlizindən keçərək məcburi bəyan edilməli mallarının olmadığını bəyan ediblər. Tümen gömrük bildirir. Yoxlama zamanı gömrükçülər bagajda icazə verilən limitdən artıq pul aşkar ediblər. 450.000 rubl cinayət obyekti olub. Əgər cari məzənnə ilə 10.000 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğiniz varsa, gömrük sərhəddindən nağd pulu bəyan etmədən keçirə bilərsiniz. Ümumilikdə ilin əvvəlindən qaçaqmalçılardan təxminən 4 milyon rubl müsadirə edilib.